Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Bu gün sizlərlə Dalğa Optikasına aid olan ətraflı yazılı cavab tələbi olan tapşırıqların izahına baxacağıq. İzah keçməzdən öncə qeyd etmək istəyirəm ki, bu tip videoların davamının gəlməsini istəyirsinizsə, kanala abunə olub videoları bəyənməyi unutmayın. Başlayaq suallarımızın izahına. Birinci sualda deyilir ki, periodu 0,8 millimetr olan diffraksiya qəfəsində 0,5 mikrometr uzunluqlu dalğadan alınan 4-cü tərtib maksimuma uyğun meyl bucağının sinusunu hesablayın. Deməli, bir-bir verilənləri yazıq. İlk öncə bizə veribdir period, yəni qəfəs periodu. D. Bu 0,8 millimetr. 1 millimetrimiz 10 üstü mənfi 3'dür. Mində 8'i də 10 üstü kimi yazsam, onda yazarım 8 vur 10 üstü 6 mənfi 6 metr. 8 vur 10 üstü 6 metr buradan yazaq. Deməli, dalğa uzunluğu 0,5 mikrometr verib. O zaman lambda bərabərdir. 0,5'i də 5 vur 10 üstü mənfi 1 kimi yazsam, mikrometrdə metrə çevirsəm, olar 5 vur 10 üstü mənfi 7 metr. 4-cü tərtib maksimum uyğun meyl bucağının sinusu istəyir, yəni sinus alfanı istəyir. Və ya sinus fi də yaza bilərəm. Sinus fi bərabər sual. Disturumuz bu şəkildə idi. D sinus fi bərabər k lambda. K burada tərtibdir. Bizdə də şərtdə deyir 4-cü tərtib. Yəni K-nın yerinə 4 qoyuruq. O zaman disturumuzu yazdıqsa yerinə qoyub hesablayaq. Deməli, D sinus fi bərabər k lambdadan sinus fini tapanda yazaram ki, k lambda böl D. O zaman qoyaq yerinə. K dedik 4 verib. Lambda 0,5 mikrometrə çevirmişdik. Yazıq 5 vur 10 üstü mənfi 7. Bunda yazdıq 8 vur 10 üstü mənfi 6. 1, 2, 5, 2, 2, onda 5. Mənfi 7-dən çıxsın mənfi 6-nı. Qalar 10 üstü mənfi 1. 2, onda 5-i də mənfi 1'ə vursam, o deyəcək 0,25. Yəni, bunu 4də 1 kimi də yaza bilərəm. Deməli, sinus fi 4də 1'ə bərabərdir. Baxaq ikinci sualımıza. Burada da verilənlər məlum, yəni sinus fi və lambda var. Tərtibi də bu dəfə ikinci verib, yəni ikinci tərtib. K-nın yerinə 2 qoyuruq, qəfəs periodunu hesablayırıq. Yenə eyni disturu yazırıq. D sinus fi bərabər k lambda. Buradan D-ni tapsam, yazacağım k lambda böl sinus fi. K-nı ikinci tərtib verib. Yəni 2 qoyum. Lambdanı görürük ki, buradan 400 nanometrdir. Yəni 400 vur 10 üstü mənfi 9 yazaq. Nano 10 üstü mənfi 9'dur. Sinus fində 0'dan %4 verib. Bunda yazım ki 4 vur 10 üstü mənfi 2. 10 üstü mənfi 9'u da 10 üstü mənfi 2'yə bölsəm, aşağı gedər, yuxarıda qalar 10 üstü mənfi 7. 10 üstü mənfi 7'ni 100'ə vursam, olar 10 üstü mənfi 5. Yəni, qəfəs periodu olar 2 vurulsun 10 üstü mənfi 5 metr. Biz indi metrlə ifadə edirik, yəni şərtdə sizdən hansı vaid tələb olunursa, ondan ifadə edə bilərsiniz. Məsələn, belə də yaza bilərik ki, 0,2 mikrometr. Və onu da qeyd edeyim ki, qəfəs periodu period anlayışı olsa da vaidi metrdir.
digər dərslərdə biz periodun vahidin saniyə öyrənmişdik, ancaq burada qarışdırmayaq. Qəfəs periodun vahidi 1 metrdir. Üçüncü sualda deyir ki, 1 mm-də 1000 çizgisi olan diffraksiya qəfəsindən alınan spektrdə maksimumların ən böyük tərtibini hesablayın. Və dalğa uzunluğunu verib 0,25 mikrometr. Burada 1 mm-də 1000 çizgi deyirsə, uzunluq 1 mm, yəni 1 vur 10 üstü mənfi 3, yəni 10 üstü mənfi 3 metr elə yazıq. Eyni burada çizgilərin sayıdır, yəni 1000 çizgilərin sayıdır, eyni ifadə olunur 1000-dir. Ən böyük tərtibin, yenə tərtibi istəyirsə, yəni tərtib K-dır. D sinus fi bərabər K lambda. Maksimumların deyirsə, deməli, sinus maksimum qiymətini alıb. Maksimum qiyməti 1-dir. D-ni 1-ə vursaq elə D alınır, yəni D bərabər K lambda. D-nin bir düsturu da var. D-nin yerinə L bölü N də yaza bilirik. L bölü N bərabər K lambda. İndi L bölü N-i tapaq bərabər eləyək K lambdaya. L-imiz 10 üstü mənfi 3, N-də 10 üstü müsbət 3. 10 üstü mənfi 3-ü bölsəm 10 üstü müsbət 3-ə eləyəcək 10 üstü mənfi 6. Çünki böləndə çıxırdıq. Elə bir 10 üstü mənfi 3-dən çıxacam 3-ünü eləyəcək 10 üstü mənfi 6. Bərabər eləyəcəm K-nı bilmirəm. Lambdada 0,25 mikrometri də bu şəkildə yazım. Mikro 10 üstü mənfi 6-dır. 2-dən də mənfi 0,25-dən gəlsə, yazaram 25 vur 10 üstü mənfi 8. O zaman buradan K-nı tapsaq, K-nı tapanda 10 üstü mənfi 6-nı bölərəm 25 vur 10 üstü mənfi 8-ə. Deməli, o zaman 10 üstü 1 bölü 10 üstü mənfi 2-ni yuxarı qaldırsaq 10 üstü müsbət 2, yəni 100 vur 25 olacaq. Bu da 4. Deməli, biz bildik ki, 4-cü tərtib maksimumuymuş. 4-cü sualda eyni düsturla gedir. Sadəcə burada lambda yoxdur. Tezlik və həmçinin sürət var. Biz lambdanı, yəni dalğa uzunluğunun tezlik və sürətdən tapacağıq. Biz bilirik ki, D-nin düsturu D bərabərdir K lambdadır. D, yəni burada qəfəs periodudur. Bizdə isə çizgilərin sayını deyir. Yəni D-nin yerinə L böl N yazsaq, biz N-i tapmalıyıq. N bərabər K lambda da dedik, yoxdur. Lambdanın da düsturu S bərabər lambda düsturuna görə lambdanı tapanda S-ni bölürəm nü-yə. Yazım S böl nü. İndi bizdən N-i istəyirsə, yazmalıyıq ki, N bərabərdir. Nü vurulsun L, bölünsün, K vurulsun S. Bərabər eləyək. 6 vur 10 üstü 14. L-də 1 mm, yəni 10 üstü mənfi 3. K 4-dür, tərtibi 4 verib. S-də 3 vur 10 üstü 8. 10 üstü mənfi 4. Yəni 10 üstü 14-dən çıxanda 10 üstü 3-ün, çünki mənfisə çıxır. Üstlər çıxır. 14-dən 3-ün yuxarıda qaldı 10 üstü 11. 10 üstü 11-dən aşağıdakı 10 üstü 8 getsə, yuxarıda qalacaq 10 üstü 3. 10 üstü 3, bu da deməli 4 dəfə 3-ün 12, yuxarıdakı 6 ilə getsə, aşağıda qalacaq 2. Yəni 1000. 1000-i də 2-yə böləndə qalacaq 500. Vahidi də yoxdur. Yəni çizgilərin sayının vahidi yoxdur. İzah bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.